Hi guys, today we are in the math lesson. Başlayalım ne bir hədlər onda. Oturdum ay. Bir hədlərdən danışılır uşaqlar. Ümumiyyətcə biz nəyi öyrəndik bugün? Natural üstü qüvvəti, hormon xəstələri. İndi bunların qarşılıq əlaqəsi bir hədlə keçəcək. Bir hədli nədir uşaqlar? Deyirik ki, natural üstü qüvvət. Natural üstü qüvvət. Sonra əmsal. Əmsal nədir? Qarşıda duran rəqəmini indi bugün öyrənirik. Əmsal və dəyişən. Bunlar üçü birləşəndə nə yaradacaq bizə? Bir hədli. Bir hədli nədir uşaqlar? Bir dənəsini yazaq başa salaq. Məsələn, yazıram 3x. Bu nədir? Bir hədli. Çünki bunun nəyi var? Əmsaldır. Əmsal nədir? Qarşıda duran rəqəmi. X nədir? Dəyişənir. Qüvvət də üstündə duran 1-dir. Yəni, heç nə yoxdur. Qüvvət nədir? 1. Bu deməli oldu nə? Bir hədli. Məsəl üçün, indi bir başqasını yazacağım. 2x-in kvadratı y, z üstü 5 məsələn. Burada əmsal neçədir? Əmsal. Əmsal qarşıda duran rəqəmdir. Bu çox asan. Əmsal 2-dir də. Ay, sağ ol. Qüvvət 7-dir. Dəyişənlərimiz neçədir? X, Ay, olardı. Qüvvətlərimiz də var. Ən azından var. 2, 5. 2, 1, 5. Düzdür. 1-5. Sadəcə nələr bir hədlidir, bunu başa düşdük. İndi danışaq ki, nələr bir hədli deyil. Bizə bunlar da maraqlıdır. Bu çəkirsən, deyil, bu ya bir çəkmək hədli. istəyirsən hələ lazım deyil. Gözlə. Bir hədli deyil. Bura bir dənə qeyd yazaq. X qoyuram. Bir hədli deyil. Nə zaman bir hədli olmur uşaqlar? Bizə lazımdır ki, bir hədlidə qüvvə tam ədəd olsun. Natural. Daha doğrusu natural. Yəni x üstündə 5 olsun məsələn. X üstündə 3 olsun. Daha mənfi 3 olmasın. 2'də 1 olmasın. Yaxşı. Mənfi olmaz Deyir ki, mı? 1, ayso, qüvvətdə mənfi ədəd olmaz. Yaxşı. Mənfi ədəd olmaz. Oy, naşlik qoşulub yanında. Mənfi ədəd olmaz. Tutaq ki, 2x üstündə mənfi 5 verilibsə, bu nə deyil? Bir hədli deyil. Yaxşı. Yazırıq ki, bir hədli deyil. Sizə variant verəcək, deyəcək bir hədli olmayanları seç. Və yaxud da bir həddini seç. Onda bilməsiniz ki, nə zaman bir hədli sayılmır. Birincisi budur. İkincisi uşaqlar, qüvvətdə nə olmaz? Kəsr olmaz. Qüvvətdə kəsir olmaz. Məsələn, yazıram 2x üstündə 2-də 1. Qüvvətdə kəsir varsa bu nə deyil? Bu nə deyil? Bir hədli. Aysa. Çünki niyə? Qüvvətdə nə yoxdur? Qüvvətdə nə var daha doğrusu? Kəsir var. Ona görə bir hədli sayılır. Deyirik ki, bir hədli deyil. Bu deyil yazıram, yəni bir hədli deyil. Və üçüncü bir xəstəmiz var uşaqlar. Arada toplamaq, yox, üçüncü onu yazaq, 4 də var hətta. Onda bunu yazaq. Əgər məxrəcdə dəyişən varsa, əgər məxrəcdə dəyişən varsa, yəni məxrəcdə əgər dəyişən varsa uşaqlar, o bir hədli deyil. Yəni məsələn deyəcək sizə ki, 2 bölünmüş x məxrəcində dəyişən var. Bu yenə də nə sayılmır? Bir hədli deyil. Yaxşı mı? Nə sayılır? O rasional ifadə sayılır. Rasional ifadələr keçəni deyəcəyik. Çox hədlinin bölünməsi rasional ifadədir. Bir hədlinin danışaq. Sonra çox hədlinin, sonra rasional ifadəni danışacaq. Bir hədləri öyrəndik. Bir də bunun dördüncüsü var uşaqlar, nə bir hədli deyil. Dördüncüsü də ki, arada toplama çıxma olarsa o bir hədli sayılır. Deyirik ki, arada toplama və ya çıxma olarsa. Yəni, sənə məsələn verəcək ki, 3x çıx 2y. Bu yenə nə deyil? Bir hədli deyil. Çünki niyə arada nə var? Çıxma var. Dedik, 4 dənə şey olmaz. Birincisi, qüvvətdə kəsr olmaz. Qüvvətdə mənfi olmaz. Məxrəcdə dəyişən olmaz. Bir də üstəgəl çıxma olmaz. Mən burada məxrəcdə dəyişən hədli yazmışam. Məxrəcdə dəyişən varsa, bu rol hərfidir bu arada. Sonra bunu çəkin. Davam edəyək. Nümunə göstərəcəm indi bundan sizə. Yox, hələ ki bir həddinin qüvvəti dərəcəsi sadələşməsi, onu izah edəyək. Sağ olun. Sağ olun. Sonra uşaqlar, öyrənməliyik nəyi? Bir həddinin dərəcəsi. Yoxlarızda yazıram qüvvəti. Yəni sizə deyəcək ya dərəcəsi, ya da deyəcək qüvvəti. Fərqi yoxdur. Hər ikisini də eyni cürə tapırıq. Yaxşı. Dərəcə və ya qüvvət. Gəlin indi birini yazaq.
Bax, bundan əvvəl mən sizə qüvvət dərsini keçdim, düzdürmü? 2-də 1, x-in kvadratı y üstündə 3. Bunun üstündə araşdıralım. Birinci mən bunu görəndə, bunu nə etməliyəm? Sadələşdirməliyəm. Nə edirəm Lalə? 3-ü Kuba yüksəldir. Tamam. hər birinə nə edirəm? Verir. 3-ü evin ailəsidir. Hər birinə nə elədik? Verdik. Oldu birinci 2-də 1-in kubu vur x-in kvadratının kubu vur y-in kubu bərabərdir. 2-də 1-in kubu nə edir? Vurulsun x 6 vurulsun y üstü 3. Sağ ol. Əla. Uşaqlar, biz bir həddinin dərəcəsini və ya qüvvətini tapırıqsa, bütün dəyişənlərin qüvvətlərini cəmləməliyəm. Bax, yazıram ki, bütün dəyişənlərin qüvvətlərini cəmlə. Yəni, məsələn, bizə nə verilmişdi? 8-də 1, x üstündə 6, y üstündə 3. Mən də bunun qüvvətini tapıramsa, dərəcəm nədir? 6, bir də 3. 6 üstündə gəlirəm. 3 neçə eləyir? 9. Deməli, mən bu bir həddimin dərəcəsi neçəymiş? 9. Əmsal neçədir bəs? 8-də 1. 8-də 1. Qarşıda son olaraq ədəd neçə durursa, əmsal nədir? Odur. Əmsal 8-də 1. Bizə bir bu düşür. Bir də ki, vurma xassəsini tətbiq eləməyə bir həddə düşür. Yəni, misal verir, bizə deyək ki, bunu aç. Məsələn, gəl, indi bunu da yazaq bir dənə. Bunu sizə yuxarı eləyim. Çəkdim mən. Aha. Çək. İstəyiz mən indiyə qədər çəkdiklərimi atdım qrupa, rahat olun yəni. At. Bir dənə nümunə yazıram uşaqlar, güvəndən. Güvəndən rasional ifadələr, misal 26. Bizə belə verilir. 3a kvadratı b. Üstə gəl. 4a üstündə 4b çıx. 3a vur 2ab. Baxın uşaqlar. Bizə deyir bu. Ay, sorry, bu çox həddi deyir. Mən çox həddi yazdım. Bir həddini öyrənirik hələ. Gözlüyüm dəqiqə başqa bir həddi yazım. Hə. Bir dənəsini yazdım. Bu 17-ci sualı ya da 16-cı sualı baxaq gəlin. Bizə variantlar verib. A variantı mənfi 13. Gərək topunu açardım, bir yaxşısı. Siz verin onları. Yaxşısı qoy topunu açın. Tut bunu. Yox, güvəni buradan açacağım, gözlə. Kitabın da qəşəng şeylər var. Təzə kitab. Burada ən sevdiyim şeydir. Beyzin sizi. Bu açılsın. Məsələn, baxın uşaqlar, bayaq dediyi bir həddir. Deyir, hansı əlbəttə bir həddi verilmişdir. Hansı bir həddidir? A variantına baxanda görürəm ki, üstündə nə var? Mənfi. Onda o nə deyil? Bir həddi deyil. B-yə baxıram, yenə mənfi var. Bir həddi deyil. Mənfi var, bir həddi deyil. Mənfi var, bir həddi deyil. Amma əmsalda ola bilər uşaqlar. Əsas qüvvətli olmasın. Ona görə cavab nə götürülür? Yeni. Sonra məsələn, baxın burada 9-cu suala. Deyir, standart şəkildə yazın. Standart şəkildə yazmaq üçün mən onu hesablayıram. Standart şəkildə gələnə qədər. Standart şəkildə nə demək? Yəni, daha hesabını getməyənə qədər. 2x üstü 9, y üstü 5. Əlasan, düzdür. Bir dənə izah edəyək. 3-də 1, x üstündə 2, y üstündə 4, 6, x üstündə 3-dür, 3, 7-dir. 6, 3, 6. Hə, ikisi 7-dir. 7, y. Şola, bax, bayaq dediyim kimi, rəqəmləri bir hesablayacaq. Dəyişənləri bir. Hərəsini elə bir evim dağılıqdır da, hər şey yapar öz yerinə qoymuram. Eyni şeydir də, rəqəmləri bir şkafa yığdım. 3-də 1-i vururam 6-ya. Yazıram 3-də 1, vur 6. 6 deşiminin məxrəci 1-dir. 6 ilə 3 ixtisar gedir. 3-ü 3-ə böləndə 1, 6-ı 3-ə böləndə 2. Orada da cavab qalır ki, əmsal olaraq tapdım ki. X-dən 2 dənədir, X-dən 7 dənədir. 2 üstündən 7-dən içində nədir? 9 dənə. Y-dən 4 dənədir, burada da 1 dənədir. Elədi Y-dən neçə dənə? 5 dənə. Ona deməli 2x üstündən 9, Y üstündən 5. Cavab edir A variantı. Belə şeylər.
Baxım görüm başqa. Çox da hamısını izah eləmək istəmirəm, amma bir dənə 16-ya baxaq, bayaq 16-nı izah eləmək istəyirdim. Bizə deyək ki, dərəcəsi ən böyük olan bir hədli hansıdır? Hər birinin ayrı-ayrı dərəcəsini tapırıq. Burada ən böyük götürürdük də. Dərəcə nəyə hesablayırdım? Dərəcə deyəndə nəyə toplayıram? Məsələn, A8, B8, 2-dirsə ondan dərəcə hesab olunur Aha, da. 8 ilə gəl 2 neçə eləyir? 10. 10. A-nın dərəcəsi neçə oldu? 10. B-dən? 12. C-dən? 5. 5. Çünki 1-dir. Fake atmışsa mənim görürsünüz. Bu. 13. Burada 10. Ən çox hansı oldu? D variantı. 13. Ha, 13'dür. 13. Slay. Another day, another slay. Ağlımdan çıxmır. Hə, neysə. Keçək yerində uşaqlar çox hədiyyə var. Bir hədiyyə belə suallar. Asandır. Bir hədiyyə asandır. Keçək çox hədiyyə. Uşaqlar, çox həddi nədir? Çox həddi bir həddinin cəbri cəmidir. Deyirik ki, çox həddilər bir həddilərin Toplusundan biləlim. asıl cəmidir. Cəbri cəmidir və ya cəmidir və s. Düzdür? Bu da deməkdir uşaqlar. Məsələn, normalda mənim bir dənə bir həddim var, 3x. Bir dənə də bir həddim var, 2y. Bir dənə də bir həddim var, 5. Bu arada 5-in özü bir həddi sayılır. Çünki adi rəqəmlər özdə nədir? Bir həddir. Yaxşı, çünki sırf əmsaldır. Sırf dəyişən də bir həddi sayılır. Sırf əmsal da bir həddi sayılır. Bir həddi deyil. İndi bunlar hər biri ayrı-ayrı bir həddidir. Əgər mən bunları toplayıb çıxsam, nə yarandı? Çox həddi. Çox həddi. İstəsəm toplama yazaram, istəsəm çıxma yazaram. Yaxşı. Əsas onda deyirik ki, bir həddlərin cəmi nə adlandı? Çox həddi. Yaxşımı? Bu oldu artıq nə? Çox həddi. Adından da görün də, çox həddi, hədd var, çox həddi. Çox həddidə isə uşaqlar, yenə nələr olmaz, onlara diqqət edirik. Oradakı kimi xəstələr burada da keçərlidir. Birincisi deyirik yenə qüvvətdən olmaz. Mənfi olmaz. Qüvvətdə olmaz, qüvvətdə mənfi olmaz, ay sağ ol. Mənfi olmaz, kəsin olmaz. Mənfi və kəsir yazıram qısaca. Olmaz. Orada 4 dənə xəstə idi. Bir deyir yarada toplama çıxma olmaz, amma burada olar. Çünki toplama çıxma ilə çox həddi yaradır. Bir də məxrəcdə dəyişən olmaz. Məxrəcdə dəyişən olmaz. Bayaqdan çiçək sual verən kimi uşaqlar. Qüvvətdə mənfi olsa, kəsir olsa nə yaradar? O rasional ifadə yaradar. Məxrəcdə dəyişən varsa rasional ifadə yaradar. Qısaca çox həddi ilə bir həddi deyil. Amma nə isə bir şeydir. Adı var. Belə bir şey mövcuddur. Yaxşımı? Bir dənəsini gəlin araşdıraq. Bir də bu da uşaqlar nə lazımdır bizə? Sərbəst hədd. Sərbəst hədd nə olacaq? Sondakı rəqəm. Bayaq dedim 5. O adətən Sərbəst rəqəm biliyorsun, heç nəsiz sərbəst hədd. Ay sağ ol. Yanında dəyişən olmayan bir həddi. Dəyişəni olmayan bir həddidir. İndi yenə çox həddə də uşaqlar bizə bəzi anlayışlar lazımdır. Biri sərbəst hədd idi, bunu izah elədik. Biri əmsallar cəm olacaq. Orada sırf bircə əmsal var idi onsuz da. O əmsalı görürdüm. Amma burada bir neçə dənə əmsal var. Bax, burada əmsal 3-dür, 2-dir, bir də mənfi 5-dir də. Əmsalların cəmini hesablayacaq. Bir də burada yenə qüvvət dərəcə var. Bunu da çək yuxarı eləyim. Çox həddin dərəcəsindən danışaq. Orada kağıdayız. Çox həddlərin dərəcəsi. Çox həddin dərəcəsini tapmaq üçün çox həddi nədən yarandı? Bir həddlərdən də bir düzdür. hədlər toplusu. Ona görə yox, aysa bir həddlər toplusu. Hər bir həddinin ayrı-ayrı rəngini tapıram, dərəcəsini tapıram. Burada da sözü böyük olan sözü keçir. Hansının ki dərəcəsi böyük oldu, onun dərəcəsini götürürəm. Hə, Yaxşı. deyir oradakı böyük olan səs deyir. Ay sağ ol. Onsuz da qaydası elədi. Çoxlu bir həddi var. Adətən Orada da sözü ən çox keçəni götürür. ən axırda emlərlə soruşur həmişə. Ay sağ ol. Orada da bir şey suallar oldu. Məsələn, yazıram, açıqlamasını yazaq. Deyirik ki, dərəcəsi ən böyük olan çox həddidir. Bir dənə baxaq. Məsələn, yazıram ki, 3x, y üstündə 4, Firuz 2, a, b üstündə 8, çıx 9 məsələn. Düzdür uşaqlar? Burada 3 dənə nə var? Bir həddi var.
Hər birinin ayları dərəcəsini tapıram. Bunun dərəcəsi neçədir? 4 üstə gəl 1. 5. Bunun dərəcəsi neçədir? 9. Burada bir 0. Heç nə O yox. sərbəst. Ən böyük hansı oldu? 9. 9. Deməli bunun dərəcəsi neçədir? 9. Ay sağ ol. Dərəcə 9. Sərbəst həddi neçədir? Sərbəst 9 deyil. İşarə mütləq götürməlisiniz. Qarşısında mənfi var deyə deyirsiniz nə? Mənfi 9. Bir də bizə lazımdır əmsallar cəmi uşaqlar. Əmsallar cəmi deyəndə əslində qaydada belədir ki, bütün dəyişənlərin yerinə 1 yazırsan, cavab da hansı sənin cavabın odur. Amma məsələn daha rahat yolu gözün görür əmsalı. Burada əmsal neçədir? 3. Dərhal işarə nə gəlir? Üstə gəlir 2. Və mütləq axırda rəqəmi götürməlisiniz. Bir çox uşaqlar əmsallar cəmliyini axırdakı rəqəmi saymır. Elə bir o əmsal deyil. Amma o axırdakı rəqəm həm bir həddidir, həm də əmsaldır, həm də çox həddidir. Yaxşı. O sərbəst hədd hər şeydir. Həm əmsaldır, həm bir həddidir, həm də çox həddidir. So, indi bunları hesablayıram. 5 çıx 9 nə eləyir? Mənfi 4. Bir də bir sözü deyəcəkdim. Uşaqlar qrup dəqiq yadıma salın, yadımdan çıxdı. Rasional da bilirsiniz. Bu dəqiq yadımdaydı. Sərbəst hədlə bağlı idi. Əmsallar cəmi, onu deyəcəkdim uşaqlar. Sizcə belə bir ifadə deyirəm. Bax, 2 dənə ifadə deyirəm, hansı doğrudur sizcə? Bütün bir hədlilər həm də çox hədlidir. Bu birinci ifadə. Səhvdir bu. Bir də tərsinə. Bütün çox hədlilər həm də bir hədlidir. İkiniz dediyiniz düzdür, biriniz dediyiniz səhvdir. Çünki niyə? Çünki çox hədlinin içində bir hərf var, amma bir hədlinin içində çox hədli yox. Çünki ağızda deyir, bir hədli. Çox hədlinin içində bir hədlilər toplusudur da. Sən dəstəkləyirsən ki, yəni bütün çox hədlilər həm də bir hədlidir. Ha? Bəs kim başqa nə düşünür? Özüm Trump kimi sevdim, dəstəkləyirəm. Antizm məncə. İddialıyam. Saçsız ortalım. Sizcə hansıdır? Bir hədli çox hədlidir, yoxsa çox hədli bir hədli? Bir həddi çox həddidir. Aha, başqa. Oha. Ne bax birdən necə çox eləyə bilirsən? Məntiqən düşünəndə Ayşə, sən də fikrini doğru cavabı açıqlayın. Qarışdırır. Bax, açıq sualdır. 2 dənə fikir var. Doğru mülahizəni əsaslandır. Seç, əsaslandır. Bütün bir hədlilər çox hədlidir. Bax, Azərbaycan inteqrasiya edirəm ha. Bütün çox hədlilər bir hədlidir, bütün bir hədlilər çox hədlidir. Mənim deyil lazımdır. 2 dənə fikir var. 2 fikirdən biri seçib dəstəkləyəndə o sillogizm idi deyəsən, hə? O yox səhv deyirəm. O şey İki dənəsi var idi, biri seçib birinci dəstəkləyirdi. şey silogizm idi də. Birinci hökm, ikinci hökm, sonra Oradan nəticə çıxardırdın. Yox, Yox, nəticə çıxartmaq yox. İçindən birini seç, dəstəklə. başqa şey. Nəysə. Altın parça yedirsən zaten. Nəsə birini dedim, verdim izah eləsin. Çox həddi bir həddi deyirəm. Layla düz deyir. Necə yəni? Mən bax. Bütün bir hədlər həm də çox hədlidir də. Necə Bax, sən yəni? deyirsən ki, bu bir hədlidir. Aha. Bu bir hədli ola bilər. Siz necə? Mən deyirəm, bir hədli var. Barmağım düşür. Siz də baxın, mən nə düşünürəm. O müəllim yalnız hə. Baxın o x deyil. Oha bir dəqiqə işığım çox vermişəm. Ona görə hər atqaz yeri. O bir hədd o x y deyil. O da bir həddlidir. ay, İkisi də bir həddlidir. Hamısı belə çox hədli olur. Yəni onun da içində bir həddi var, bunun da içində bir həddi var. Amma sən dediyin cümlə nədir? Bax, o cümlə nədir? Mən onu demək istəyirəm. Sən onu demək istəyirsən, amma cümlə ilə o uyuşmur. İzin izdırıb Cümlə biz. belə deyir ki, bütün çox hədlilər həm də bir hədlidir. Və yaxud istənilən bir çox hədli bir hədlidir. Bu bir hədli ola Amma bilər. düz düşünürəm. Xeyr. Amma məsələn, siz adi çox bir iyi. hədli götürürəm 3x, bu bir hədlidir. Həm də çox hədlidir. Çünki niyə? Üstünə gəl bir dənə 0 yazsam, o da nə? Çox hədli. Ay yazam uşağı. Yaza bilərəm də. Mən Bütün bir hədli həm də çox hədli sayılır. Bax, bayaq mən nə dedim axı? 9 rəqəmdir də. Rəqəmdir, həm də bir hədlidir, həm də çox hədlidir. Çünki bütün bir hədlilər elə bir ad çoxluğudur. Uşaqlar çoxluq keçən nə demişdik? O elə bilin ki, bu bir hədlidir, bu yazdım. Bu da nədir? Çox hədlidir, çıxır. Bir hədli çox hədlinin içində yerləşir. Bütün bir hədlilər nədir? Həm də çox hədli. çox hədli. Çox hədliyə yenə bir dənə suala baxaq. Oy. Bu 27-ci suala baxaq. Gəlin. Nə deyir bizə? Sualı köçürək uşaqlar. Bir köçürməyə ya da köçürmədən yazaq. Ya da köçürməyə, köçürməsəm köçürməyəcəksiniz. 3a kubu, üstə gəl 4a kvadratı, b kvadratı, çıx 3a. Bu davamında nə var? 2a kvadratı, b kvadratı. Düzdür. Bax, birinci sizə nə izah elədi? Vurmanı xəstələr çünki burada tətbiq edirik. 1-1. Hər toplanandan toplanana olan bunlar nədirlər? Bir həddir.
Bütün bir hədləri çöldəki vuruğa nə edirəm? Vururam. Birinci bunu buna vururam. Vuranda nə edirdik? Rəqəmləri 1, dəyişənləri 1. 3-ü vururam 2-yə nə edir? 6. A-dan 3 dənədir, 2 dənədir. Elədir neçə dənə? 3-də gəlir ki 5 dənə. Niyə? Toplayırsan. B-dən neçə dənə olacaq onda? B üstü. Bir dənə burada var, 2 dənə burada var. Neçə elədir? 3. Arada üstəgəl var deyə üstəgəl. İndi nə edirəm? Bax bunu vururam buna. Vurun görüm. Eləcə 8-i A üstü 4, B üstü, o Hə, B üstü ikili. 2, B üstü 4. A. 4'ü vurduq 2'ye 8. A'nın üstündə 4, B'nin üstündə 4. 6 A üstü 3, B üstü 2. Aysa 6 A üstü 3, B üstü 2. Əvvəlcə bunu açdım, sadələşdirdim. İndi məndən nə istəyir? Qüvvətini. Qüvvətini necə tapacağam? Hər birini ayrı qüvvət tapırdım. 5 üstü 3 nə edir? 8. 4 üstü 4, 8. 3 üstü 2, 6. Ən böyük qüvvətim neçə oldu? 8. Deməli cavabım nədir? 8. Buruqları ayırmanı hələ keçməmişəm, keçəcəm. Məsələn, gəlin 59-a baxaq uşaqlar. Deyir, aşağıdakı bir hədlərdən neçəsinin dərəcəsi 18-dir. Aytən seç görün, birincinin dərəcəsi neçədir? Birinci ders 11. İkincidən? O necə tapırıq? 3'ü vuruq 6'ya. 2 vuruq 2'yə 6. 6 baş etme. Aha. 12, 6 üzerine 12, 18. Aha, 2 ödədik, düzdürmü? Sonra burada 12'ni vuruq. vurmursan, bir başa Bir toplayırıq. Aha. 15. 15'in üzerine 3, 18. Bak bu 18'di, bu 18'di. Sonra 6, burada 6 üstü gel 6, 12, 12 üzerine 20. Bu ödemeli. bu keçdi, böyük oldu. Burada 12 üzerine 15, 15 o da o da ödəmir. Deməli ancaq 2 ilə 3 cavab oldu. 2 dənə sayını istəyir bizdən. Yaxşı uşaqlar. Bir də belə suallar olsa uşaqlar baxın. Əgər misallar çox böyükdür, mən onun hamısını bir-bir vurub açıb hesablaya bilmərəm. Məndən o çox həddin dərəcəsini istəyir. Əgər məndən həmin çox həddin dərəcəsini istəyirsə, mən sadəcə ən böyüklərini götürürəm. Baxın, 60-cı sualı hesablamaq istəyirəm. Məndən dərəcəni təyin etmək istəyir də. Burada ən böyük dərəcə neçədir? 14. Görürsünüz. 14'ü vururam 2'ye. Ay sağ ol. Çünki artıq mən burada 3'ü, 2'ni görmürəm. Bu çox həddin dərəcəsini istəyir. Çox hədd dərəcəsini ən böyük götürmürəm. Bu 14 oldu. Üstündə də 2 var. 14 üstündə 2 nərdivan olan nə edirdim? Vururdum. 14 vur 2, 28. Elə bir oldu. X üstündə 28. Bax belə bir şey yazıram. Hələ elə deyil, prosta elə təsəvvür edirəm. Burada da ən böyük yerə 1-dir də. X üstü 1, burada da 3 var. 1 vur 3, Onu vurmağa ikiniz var. X üstündə 3. Belə yazsan çaşmayacaqsan. Arada da nə var? Vurma. Vur. Vuranda üstləri inirsən. Topluyorum. ISO. Çünki uşaqlar bəzən çaşır 28-i tapır, 3-ü də tapır, amma onları vururlar. Qapalı sualda yenə nə isə onsuz da cavab var. Qapalı sualda yenə cavab var. Görürsən səhvsən 1 eləyirsən. Amma açıq sualda uşaqlar çaşıb o səhv yazırlar. Ona görə çalışın ki, bunun dərəcəsini tap, x üstü qüvvətlə göstər. Bunu da tap, x üstü qüvvətlə göstər. Arada vurma deyil, vur. Yaxşı. Burada bəziləri müxtəsərdə olar, hələ keçməmişəm. That's all. Ha, qədər. Bye guys.